Şagirdlər, deməli belə bir sual. Baxın, həm buraxılışa gələ bilər, həm bloka gələ bilər. Qısa və incə məntiqi var. Mən sizlərə biraz vaxt vermək istəyirəm. Görüm kim bu sual haqqında bir fikir bildirər. Şərh bölmələrini oxuyuram. Başlayın izahlar yazmağa. Paraboladır. Müəyyən şərtlər verib sizlərə. Yəni burada gördüyünüz şərtdən qısa bir məntiqi var. Süleyman, A plus B plus C'ni istəyirəm. Çox qısa bir məntiqi var. Bunu istəyirəm. Bəli, A1'dir. Niyə A1'dir? Çünki AB məsafəsinin 3 verdiyinə görə burada A nöqtəsinin apsisi 1'dir. İndi şagirdlər, bax buradakı nöqtələr nə idi? OX, OY oxun kəsən yerləridir. Bəs bu da OY oxun kəsən yeridir bu. Nöqtələridir. Məsələn, deyim. Əsas bizə nə lazımdır? OX oxun kəsdiyi yerlər. OX oxun kəsdiyi yerlər x1, x2 idi axı. Yəni bunun 1, x1'i bizdə 1'dir, x2'si də 4'dür. Məsələn, C də var. C də nədir? -6'dır. Və biz deyirdik ki, OX oxun kəsdiyi nöqtələr verildikdə, onda verilən funksiyanı bu şəkildə axtarın. Ən gözəli budur. Deməli, gətirib yerinə qoyuruq. Olur x-1, x-4. Və plus A yoxdur. İndi A-nı biz necə axtarırdıq? Sadəcə yazıca salıram. A-nı da axtarmaq üçün ikinci bir şərtdən istifadə edirdik. Nədən istifadə edirdik? Buradan, C-dən. C kimidir? Y-i kəsən yeridir. Bəs Y-i kəsən yerdə kimə 0 verirdi? X-ə. Deməli, gətirib burada X-ə 0 verəndə bərabər olurdu -6, A-nı da tapırdınız 1,5. Bax, bu bunun uzun izahıdır. Aparıb yerinə qoyarsınız, əmsalları tapıb toplayarsınız. Amma bunun daha qısa üsulu var. Diqqətli olun. Baxın, Süleyman dedi. Dedi, A nədir? 1'dir. Yəni, apsisi 1'dir. Onda bu nə idi? Bu x idi, şagirdlər. Bu x idi. Yəni, x1 idi. Onsuz da burada qeyd eləmişik. Bəs x1, x2 nə idi? Verilən funksiyanı sıfıra çevirsin. Onda gətirəm x-in yerinə 1 yazıram. Bu y də nədir burada? Bax, burada y nədir? 0. Bitdi. Əslində sizdən çox bəsit bir şey istəyirdim. Amma bayaqçında təkrar elədiniz. Məsələn, ola bilər belə bir şey də soruşar. Bax, 4'ü aparıb yerinə qoysam 16'dır, plus 4b'dir, plus c'dir. Burada da bu 0'dır. Baxın, bunu da soruşa bilər. Yəni, x1, x2 verilən bərabərliyi, verilən funksiyanı sıfıra çevirən qiymətlərdir. Bir də nə yazacaq salın bu parabolada? Parabolada 2 tip veriləndə qrafika görə tez funksiyanın düsturunu qurmaq olur. Hansılardır? 1. OX oxunu kəsən nöqtələr. Onda biz bayaq dedik, bu nə idi? X1 idi. Bu nə idi? X2 idi. Bu da C idi. Onda ən rahat qayda, Y-i tapmaq üçün ən rahat qayda A vurulsun, X çıxılsın, X1, X çıxılsın, X2 şəklində axtarmaqdır. Aparırsınız yerinə qoyursunuz, şəriətlər alınır. Bəs C nədir? C-dəki nöqtədə də X 0'dır. Bunu da unutmuruq. Bir də təpə nöqtələr verildikdə, tutaq ki, bu da belə getsin. Məsələn, bu da belə getsin. Təpə nöqtələr verildikdə isə onun qrafikinə uyğun biz düsturu necə axtaracağıq? Bax, bura nə idi şagirdlər? Y təpə idi. Bura nə idi? X təpə idi. Bəs bu nə idi? Bu da C idi. Onda bunun da ən gözəl tapılma düsturu belə idi. A vurulsun, X çıxılsın, X təpənin kvadratı, üstəgəl Y təpə. Bunlarla misalı çox tez həll etmək olurdu. Bu qeydləri yazıca salın. Davam edək. Bax, belə bir sual vermişəm. Mütləq buraxılış imtahanlarında iştirak edə biləcək bir sualdır. Bunu uzun təbii ki yazmaq olar. Sizlər necə yazarsınız bunu? Kim deyər? Bir fikir deyin. Belə misalların ən qısa üsulu nə idi? Şagirdlər aktiv iştirak edin dərsdə. Elə atsam, əsma, o uzun gedər. Bunun ən gözəl üsulu nədir? İndeksləri toplayırıq. Olur 33. Bəs nə deyirdik? Deyirdik, burada 3 dənə hədd var. Onda 3 dənə həddə görə 33 almalısan. 3'ə bölürəm bunu. Nə qalır? 11. Yəni bunların üçünün yerinə 3 dənə B11 yaza bilərdik.
Hə, topla bölüçə yox. Topla bölüçə. Hədlərin sayını. Ona görə bu olurdu B11'in kubu. Bu da olurdu 64. Onda B11'e nə qalırdı? 4. Sonra bu nə idi? Burada 2 dənə vardı. 22 elin indekslər. Ona görə burada da 2 dənə B11 yazmaq olar. Yəni bu da B11'in kvadratıdır. Bu da olur 16. Bax bunun da qısa üsulu budur. Yoxsa siz götürüb o indekslərə görə bir-bir parçalasanız yenə uzun gedərsiniz. Məsələn, bax belə suallar verilirdi. Baxın, yazırdı B3 bərabərdir. Tutaq ki 2'dir. Bax belə bir sual yazırdı. Sonra deyirdi ilk 5 ədədin hasilini tapın. Bax bunu siz elə uzun vursuz atsanız çox uzun gedəcək. Onda bura nə yazırıq biz? Toplayın 15 eləyir. Bölün 5'e 3 eləyir. Neçə dənə? Say qədər. Say qədər şagirdlər. Əsas odur. Çünki 5 dənə bura B3 yazırsınız. Topladım indeksləri böldüm 5'e. Bu da olurdu 2 üstündən 5. Bu qaydanı unutmayın. Məsələn, bəzən ola bilər digər yazar ki, orada ilk 11 həddin hasilini tapın. Bu da maraqlıdır. Düşə bilər. Onda burada ortaya nə düşəcək? Bax fikir verin, burada ortada bir şey oldu. B3 üstü 5. Burada da ortaya 1 ilə 11'in simmetrik olduğu. Yəni 1 üstü 11 nədir? Bölü 2 nə inir? 6. Deməli 6 buraların ortasıdır. Onda olacaq B6 üstü 11. Yəni toplasız onsuz da 66 elirdi. Onu toplamaq adama əziyyət verər. Bir də bu qaydaları bilin ədədi sizlə üçün. 1 üstü 52 üstü 53 üstü n bizə nəyi verirdi? N vur n plus 1 bölünsün 2'ni. Yəni siz belə də əziyyət çəkib toplaya bilərdiniz. Bu olacaqdı 11 vur 12 bölünsün 2. Yəni nə qədər eləyəcəkdi? 66. 66'nı böləcəydin 11'ə. Oradan tapacaqdı. Yəqin ki anladınız. Ən gözəli ortanın üstündə nədir? Say qədərdir. Məsələn bir dənə də danışım. Topluda elə bu sualdan var. Məsələn yazır B7 vurulsun B10. Burada da yazır B13 vurulsun burada bir şey yazmır. Burada mesela yazır kök altında 5. 6. 11'e böldüm. 11'e. Topladım. Bir de ki indekslere göre simmetrikliği var da 1 ile 11'in ortası hara gedir? 6'ya. Ailə də götürə bilərsiniz. Baxın şərdilər, burada indekslər cəmi 17'dir. Burada da indekslər cəmi 17 olmalıdır. Ona görə buna görə duran ədəd B4 olurdu. İndi sizə deyir ilk 7 ədədin hasilini tapın. Bax, belə suallar verərlər. Bax, mən bir-bir yazacağım. Görəcəksiniz ki, ortada nə durur? Bax, ortaya nə durdu? Bu. Bəs yaxşı, bunu mən tez necə görərdim? 1 ilə 7'ni toplayardım, bölərdim 2'yə. Olacaqdı nə qədər? 8'in yarısı B4. Deməli B4'ün sayı qədər, yəni 7 dənə. Bu da olacaqdı kök 5 üstü 7. Yəqin ki anladınız. Davam edək. Bax belə bir sual vermişəm. Çox gözəl sualdır, diqqətli olun. Bu buraxılış imtahanının sonuncu suallarına gələ bilər. Diqqətli olun. Yazır düz xəttdə apsis oxunun müsbət istiqaməti ilə əmələ yetirdi. Bucaq 45 dərəcədən kiçikdir. Şəhərlər 45 dərəcə verməmişəm ha. 45 dərəcədən kiçik vermişəm. Deməli, dünən də mən sizə izah elədim. Dedim ki, bu bucaq dediyi nədir? Bucaq dediyi, bu düz xəttin, biz digər rənginə yazaq, düz xəttin OX oxunun saat əqrəbinin hərəkəti istiqamətini ölçülən bucağının tangesinə nə deyirdik? K deyirdik. Yazıca düşdü də yəqin ki. K. K nə idi? Bucaq əmsalı. İndi bu sənədir 45 dərəcədən kiçikdir. Siz burada biraz da trigonometriya bilməlisiniz. Trigonometriyadan bilməlisiniz ki, tangens artan funksiyadır. Yəni tangens məsələn 45'də 1'dirsə 60'da nədir? Kök 3'dür. Get-gedə nə inir? Artır. Ona görə 45'dən balaca qiymətlərində tangens 45'dən hamısı kiçikdir. Yəni bunun K'sı kiçikdir tangens 45'dən, yəni 1'dən. Bax, məntiqə fikir verin. Onda deməli bizim misalımız necə olacaq? Bunun da K'sı nədir? Bax, bura deyil. Kx. Deməli bunun K'sı P kvadrat çıx 5P çıxılsın 5. Əmsalları bilərək elə vermişəm. Kiçikdir tangens 45'dən, yəni 1'dən. Uşaqlar, ona görə ki, tangens artan funksiya idi. Onda bunları bir tərəfli yıxsam. Bu da gəldi yenə nəyə? Deyin ələm. Bərabərsizliyə. Hansı bərabərsizlik? İntervallar. Bunu da vurğulara ayırarsınız.
Həll eləyərsiniz intervallarla gedər. Şagirdlər, dərsin vaxtını günortadan sonra mən paylaşmışdım. Deməli, P daxil olur nə? -1-dən 6-ya. Şagirdlər, bu çox gözəl sualdır. Buraxılışın son suallarının tipində gələ bilər. Diqqətli olun. Bloka da gələ bilər. Mən çalışıram burada sizə açıq sual tiplərinə uyğun sualları çox gözəl, belə deyim, sual tiplərini verim. Belə bir sual. Buyurun, düşünün hələ görək kim tapa biləcək. Bir kvadrat üçədli vermişəm. Buna uyğun siz üçün ifadələr istəyirəm. Deyirəm ki, o ifadələri tapın. Yox, Viet teoremi yaxşı deyil. Burada, bəli, kim yazıb? Əskər Əliyev. X-ə bölərəm. Bəli, burada X-ə bölərsiniz. Bu rasional kəsirlərə aid olan suallardır. Onda buradan nə alarsınız? X plus 1 bölünsün X4. Baxın, bunları qruplaşdırsanız X plus 1 bölünsün X var. Bəs yerdə nə qaldı? X kvadrat üstəlik 1 bölünsün X kvadratda qaldı. Onda nə edirəm? Bir də bunu kvadrata yüksəldərəm. 16 alaram. Onda x kvadrat plus 1 bölünsün x kvadratı nə qədər olar? 14. Deməli, bax, həm bura var 4'dür, həm də bura var 14'dür. Topladınız nə qədər elədi? 18. X-ə bəli bölməlisiniz belə misallarda həmişə. Bir də ola bilər kubuda sizdən soruşar. Yəni, məsələn, bunu verər, bu ifadəni verər, kubu soruşar sizdən. Onda nə edərəm? Dünən mən sizə nə dedim? A kub üstəl B kubu nəyə bərabər idi? A plus B'nin kubu çıxılsın 3 dənə AB A plus B'yə. Deməli, bax, buna da bunu tətbiq eləyərəm. Bu da 4'dür. 4'ün kubu çıxılsın 3 vur 4. Bu da eləyəcək nə qədər? 52 mi? Yəqin ki, anladınız. Şagirdlər, baxın, hələ belə bir sual da gələ bilər. Bunu verirəm. Gəlin belə verim sualı. Biraz daha maraqlı olsun. Kök altında 21 vurulsun x çıxılsın 1. Yazıram ki, buradan x plus 1 bölünsün x'i tapın. Bu daha maraqlı sual olar və x deyirəm ki, müsbət ədəddir. Və yaxud da modulunu tapın. Belə bir sual. Burada nə edirsiniz? Hələ deyin. Təbii ki, üsulunuz eynidir. Siz x-ə böləcəksiniz. Burada tənlik həll eləməyə çalışmayın. Çünki şagirdlər, bunların ədəd həlləri, yəni diskriminantına baxsın, normal ədəd deyil. Ona görə həll eləməkdən qaçın. Bax, bunu aldınız. Amma fikir verin. Minusdur, mən plusu istəyirəm. Əskər Əliyev, olar, amma uzun gedər. Səbəb odur ki, mən dünən dedim axı, dedim plus ilə minus arasında bizim əlaqə düsturlarımız var. Mən bu sualları sizə verirəm ki, görüm dünəndən bu günə nə fikirləşibsiz. Onda alınacaq nə? X plus 1 bölünsün x'in kvadratı bərabərdir. X minus 1 bölünsün x'in kvadratı üstəlik 4. Baxın, yerinə qoyanda bu deyilir 25. Çünki bura 21, o da 4. Deməli, kvadratı 25'dirsə modula nə imiş? 5 imiş. Ya müsbət 5, ya mənfi 5. Bax, bunu çox gözəl öyrənin. Plus ilə minus arasında əlaqədir. Bunu çox gözəl öyrənin. Sizə plusun verər, minusun istəyər. Aydın oldu mu hər kəsə? Ədədi sislərdə belə bir sual. Yəni, ədədi sislərdən də danışaq. Şöyle, ədədi sislərdə hədlər necə ifadə olunurdu? Məsələn, A7'miz nə idi? Yadımıza salaq biraz. A1 plus 6 deyildi. Düzdür mü? Bəs S7'miz nə idi? S7'yə ilk n həddinin cəminin düsturu deyirdik.
A1 plus AM bölü 2 vurulsun nə idi? N idi. Yəni deyirik birinci plus axırıncı bölü 2 vurulsun say. Yəqin ki adıza düşür. İndi bizdən tələb etdiyi nəymiş? Bax bunu verir. Deyir S17-ni tap. Şəhidlər uzun necə yazarsınız? 1-1 düsturları ilə. Amma qısa üsuluna yenə baxın. Bax bu dəfə də silsilənin həmin o bicdi üsulunu öyrədirəm sizə, ədəd silsilənin. S10 dediyi nə idi? 1-dən 10-a qədər olan hədlərin cəmi idi. Yəni A1, A2, A3 ta hara qədər? A9, A10-a qədər. S7 nə idi? 1-dən 7-yə qədər olan hədlərin cəmi idi. Ona görə bunların fərqində 7-yə qədər olanlar hamısı bir-birini aparar. Baxın, bunlar qalar. Bəs yaxşı, bunun üçün o bayaqki ədədi həndəsi silsilə tiplərinə düstur vardı. Həndəsi silsilədə vurma idi, burada toplama idi. Deməli, burada nə edəcəm? Toplayacam, böləcəm sayına 3-ə. Bu da eləyir 3 dənə A9. Çünki toplayın 27 eləyir indekslər. Onda A9-a nə qalır? 14. İndi səndən tələb etdiyi nədir? S17. Bəs S17-nin düsturu nədir? Bax, yenə də fikir verin həmin o bicdi üsuluna. Özdə buraxılışa gəlib belə suallar. Baxın burada yenə indekslərə fikir verin. Nə qədər burada? 18. Bu dəfə 2 dənə var. Deməli bu dəfə 2-yə böləcəm. 2 dənə A9 eləyir. 2-lər ixtisar gedir, qalır A9 vur 17. İndi A9-da nə idi? 14 idi. Baxın açıq suala gələ biləcək normal bir sual tipidir bu. Mən burada əslində ortanın 3 qatı da yaza bilərdim. Amma bilin niyə oldu. İndeksləri toplayın 27 eləyir. 3-ə də böldüm. Məsələn, bax, bəzən bizdən S29-u istəyər. S29 üçün necə yazaram? A1 plus A29 böl 2 vur 29. Toplayın bu indeksləri. Toplayın. 30. 32-yə bölün. Nə qalır? 15. Deməli, baxın, bu bərabərdir. A15 vurulsun 29'muş. O düsturlardan qaçıram da, o düsturlardan istifadə edə bilərsiniz. Mən sizə praktik üsullar deyirəm. Məsələn, uzun bunların düsturlarını yazıb da hesablaya bilərsiniz. Sonra bu suala baxaq müqayisə üçün. Kim deyər? 22-ci sualın, yəni o 3 dənə A, B və C-nin müqayisəsini necə apara bilərsiniz? Necə apara bilərsiniz şagirdlər bunları? Müqayisəni necə eləyə bilərsiniz? Təxmini bunlar bir-birinə yaxın olacaq. Bəli, Mirzə Dəmirli. Niyə kvadratı yüksəltməyə yada düşür, Mirzə? Fahmi, sən də izafə ver, sənə də halal olsun da. Şagirdlər, burada nədir? Bax, bu köksüz olsaydı, hər biri nəyə verir sanki? 15'i. Amma köklə sən toplayıb 15 yaza bilməzsən də. Ona görə bunların kvadratlarında 15 əmələ gəlir. Bax, A kvadrat, üstəl B kvadrat, yəni 15, üstəl hasilin 2 misli. Diqqətli olun, hasilin 2 misli var. Bax, B kvadratı nə olur? Yenə 15 plus hasilin 2 misli. C kvadratı nə olur? 15 üstəl hasilin 2 misli. Mən özümdən bu ədədləri vermişəm. Baxın, indi müqayisə tez görünür. 15, 15, 15. Bu 2 misillərdə eynidir. Onda buradan nə edərəm belə? Baba, bu hissələri nə edərəm? Sadəcə bu hissələri müqayisə edərəm. Ona görə görünür ki, C böyükdür B-dən. O da böyükdür nədən? A-dan. Bax, bu üsuldan siz nə vaxt istifadə edəcəksiniz? Sanki kök yoxdur, toplayanda eyni ədədi verir. Bu isə təqribi ilə hesablaya bilməzsiniz. Kvadrata yüksəltməklə də özünüzə əziyyət verərsiniz. Çünki toplayanda bura 38 çıxı neçə edir, bu da 40 çıxı neçə edir. Yəni uyğun deyil. Bunda nə yada düşür? Mənim şagirdlərim yəqin ki yadına düşdü. Deyirdi, ikisi ilə başlayan B olacaq. Burada qoşmaya vurmaq yada düşür. Siz bunun qoşmasına vursunuz, sürətdə 2 qalır, məxrəcdə bu qalır.
Burada da vursanız bu qalır. İndi məxrəci kiçik olan nə olurdu şagirdlər? Böyük. Məxrəci kiçik olan nə olurdu? Böyük. Deməli burada A böyükdür nə olur? B-dən. Ona görə bəli, kiçik ilə başlayan bu tipli misallar böyük olur. Yəni məsələn deyirəm sizə, düşə bilər ki, indi sualda da 2025 məsələn çıx 2000 məsələn deyirəm, bax çıxılsın 2020. Burada da B-ni verər 2023 çıxılsın fərq nə qədərdir? 4-dür. 2019. Deməli balaca başlayan B-də, ona görə B böyüdür nə olacaq? A olacaq. Bax bunu unutmayın, bu maraqlı sual tipidir. Və bunun loqaritmi ilə də elə bir ki biraz oxşarlığı var. Yazacaqsanız sizə keçən dəfə loqaritmalar keçirdim. Bax 4-də 5 ilə 5-də 4 ilə daha doğrusu. Loqaritma məsələn burada yazırdı 6-da 5. Hansı böyüdür? Deyirdim kiçik ilə başlayan nədir? Böyükdür. Bu da düşə bilər. Gəldi 23-ə. Yazılım ifadəsinin ən kiçik qiymətini tap. Şəhidlər, bunun üçün biraz danışacağım siz üçün. Ən kiçik, ən böyük qiymətdə çaşa bilərsiniz. Birinci bu sualı həll edək, sonra biraz əlavə danışın. Bu ifadələrin ən böyük, ən kiçik qiyməti ya kvadrata ayırmalısınız. Çünki kvadratların ala biləcəyi ən balaca yer əgər ala bilirsə sıfırdır. O da maraqlı faktda. Ala bilirsə içərisi sıfır, sıfırdır. İndi ona aid nümunə gətirəcəm. Təbii ki buradan müxtəsər görünür. Baxın mən buradan bir dənə x kvadrata ayıraram. Onda burada nə qaldı? Bir dənə x kvadratı qaldı. Burada nə qaldı? 6x qaldı. Şəhidlər, bax bunun müxtəsərə oxşaması üçün nə yoxdur? 9-u. 17-dən də 9 çıxanda 8 qalır. Yəni, indi bura nə idi? X çıxılsın y-in kvadratı idi. Bu nə idi? X çıxılsın 3-ün kvadratı idi. Plus 8. Onda nə deyərik? Deyərik ki, bu kvadratdır. Bunun ala biləcəyi ən balaca yer 0 ala bilir. Bu kvadratdır. Ala biləcəyi ən balaca yer 0-dır ala bilir. Çünki 3 verəndə. Deməli, bunun ən kiçik qiyməti nə olacaqdı? 8 olacaqdı. Amma məsələn, belə maraqlı suallar sizə verərlər. Deyərlər ki, bu ifadənin ən kiçik qiymət aldığı yerdə x ilə y-in hasili neçə olur? Onda mən nə deyərəm? Deyirəm, axı, bura 0 olanda ən kiçiyini alır, burada 0 olanda ən kiçiyini alır. Deməli, hər biri 3-dür. Onda x-i y vuranda nə qədər olacaq? 9. Bildiniz? Bu tənliklər sistemində də qarşıda çıxa bilər. Məsələn, şagirdlər, belə bir sual düşsə, məsələn, plus 2. Desə, bunun ən kiçik qiymətini tap və yaxud da ki, aşağıda da bir şey yazın. Bax, indi bunları müqayisə eləyəcək sizlə. Məsələn, burada 3 yazım. Minus 6. Minus lab 1 olsun. Bax, bu iki ifadənin ən kiçik qiymətini araşdıraq. Bunlarda nəyə fikir verməlisiniz? Kvadrat görülən yerə 0 yazmaqla deyil. Bax, bayaqları bir söz dedim. Dedim ki, sual verirsiniz ki, o kvadratın içərisi 0 ola bilirmi? Bax, əsas mahiyyət burada, məntiq buradadır. İndi gəlin sual verək. Bax, bura 0 ola bilərmi? Bəli. Niyə? Kök 3. Yəni, kvadrat çıxı 3 təbii ki 0 ola bilər. Ona görə bunu 0 biz götürə bilərik. Amma bura baxanda, rəngi dəyişirəm. Kvadrat plus 5 0 ola bilməz. Şagirdlər, bu necə 0 olsun? Kvadratın üstünə 5 gələndə bu 0 mümkün deyil ola. Bəs onda nə edirəm? Onda deyirəm ki, bunun içində də bir dənə kvadrat var. Onda bu 0 olsun. Da bura. Onda bunun ən kiçik qiyməti nə qalır? Bax, bura 0 idi. Bura içərisindəki, bura 0 idi. Qalır 5-in kvadratı plus 2. Bax, bura 0, bura 0. Qaldı 5, 5-in kvadratı plus. İndi bura baxın. Sual verirsən, 0 ola bilərmi? Olur. X bərabərdir 3-də. Sual verirsən, 0 ola bilərmi? Olur. Y bərabərdir -5-də. Sual verirsən, 0 ola bilirmi? Olmur. Niyə? Çünki z-in kvadratı üstəlik 3. Kvadratın üstünə 3 gəlirsə necə 0 olacaq? Onda nə edirik? Gəlirik, deyirik ki, bura 0 olmalıdır. Onda son nəticədə nə qalır? 3-ün kvadratı çıx 1. Yəni, hər kvadratı görən kimi yerinə 0 yazmırsınız. Orada çaşarsınız. Bax, məsələn, buraxılışa belə sual gəlsə, mən bunu
Bir neçə dəfələrlə izah etmişəm kanalda. İndi bilmirəm baxıbsınızsa yadınızdadır. Bax indi burada əmsalı dəyişirəm. Bax bunu məsələn 3 yazıram və yaxud da 5, 4 elə plus 4 yazıram. Bax bu ikisinin cavabı eyni deyil. Səbəb. Siz əslində burada tez çoxunuz y təpə araşdırarsınız. Yəni ən bənövşəsi qiymət kvadratik funksiyada nədir? Y təpədir. Araşdıra bilərsiniz. Bunun y təpəsi mənfi alacaqsınız. Bunun y təpəsi müsbət alacaqsınız. Y təpə bildiyinizdə nə edirdim? 4ac çıxılsın b kvadrat bölünsün 4a. Və şagird yadında saxlayır ki, kvadrat 3 ədlidir. Y təpəni tapım qoyum yerinə hesablayayım. Yəni düşünür ki, bu mənfi 5-in kvadratı üstəlik 5 olacaq. Səhv eləyir. Səhvi hardadır? Çünki biz dedik axı, bura 0 ola bilərmi? Şagirlər olur. Bax, oranın 0 olması hələ hardan da görünür. Siz buranın diskriminantını araşdırırsınız, diskriminantı var. Bax, 4 plus 16. Yəni bu içəri 0 ola bildiyi yerlər var. Ona görə bura nə qalır? 5. Deməli, yadınızda saxlayın. Y təpə mənfi olanda, diqqət, y təpə mənfi olanda kvadratın ümumi hissəsini 0 götürün, geçsin. Bir də buradan siz kvadrat ayırsaydınız, bax, buradan 1'i ayırdım, 1 çıxmalıyam, çıxılsın 5 qalır. Bax, bayaqçı kimi sual verirsən, bura 0 ola bilərmi? De, olur da, kvadratdan 5 çıxanda niyə olmasın ki? Deməli, bura 0 verir, cavab qalır 5. Amma bura 0 ola bilmir. Birinci bunun içərisinin diskriminantı mənfidir. Araşdırın, 4 çıx 16. İkinci də siz kvadrat ayırsanız, plus 3 qalır. Və bayaqçı kimi nə deyirdik? Deyirdik kvadratın üstünə 3 gəlsin, təbii ki 0 olmayacaq. Ona görə mən bura 0 verirdim. Deməli qalırdı 3-ün kvadratı üstəlik 5. Yəni ümumi halda mən sizə düstur verə bilərəm. Və deyərəm ki, tutaq ki, bu da bir t-dir. Deyərəm ki, bunun y təpəsi mənfi olsa, onun da elə ən kiçik qiymət t-dir. Bunun y təpəsi müsbət olsa, bunun ala biləcəyi ən kiçik qiymət y təpənin kvadratı plus. Buna t deməyək, buna bir nəvim k deyək. K-dır. Və belə də öyrənə bilərsiniz. Davam edək. 24-cü sual. Bax, yenə də buraxılış imtahanınıza gələ biləcək qəşəng sual növüdür. Bax, belə ifadələrdə şagirdlər harda çaşır? Elə bilirlər ki, y-in tam olması üçün x də tam olmalıdır. Sənə birinci demir x-in tam olması. Sənə deyir ki, baxın, x bu aralıqdadır. X orada kəsir də ola bilər. Gətirib sən burada yerinə qoyarsan, 3'ə vurarsan tam olar. Məsələn, nə bilim, 4'dan 3'də 1. Vursun 3'ə tam eləyəcək. Məsələn deyirəm. Nə bilim, 1 tam 3'də 2. Vursun 3'ə tam eləyəcək. Ona görə nə edirik? Buradan y-i çəkirik. Şagirdlər, diqqətli olun. Buradan bərabərlik kimi y-i çəkirik. Və təbii ki, burada nəyə bölməliyim? 2'yə bölməliyim. Deyirik ki, x-imizlə bu münasibətlə hesablayacaq y-i tapacaq. Onda nə edirəm? Deyirəm, bunu 3'ə vuracam hər tərəfin. Bax, bu həm 9'lara da gələ bilər. Sonra deyirəm 7 hər tərəfdən çıxacam. Və 7 çıxın. Bax, hər tərəfdən 7 çıxdım. Sonra deyirəm 2'yə böləcəm. Bax, bunu da 2'yə böləndə bu y-i daxil. Bunu da 2'yə böləndə 1. Deməli, bizə desə ki, bunun aldığı ən böyük tam qiymət nədir? Mənfi 9,5'dən 1'ə qədər olanda ən böyük nədir? 0. Və yaxud da desə ki, y neçə tam qiymət alır? Y başlayır mənfi 9'dan harada qutarır? 0'da. Yəni 10 dənə tam qiyməti var. Anladınız? Hələ yazın. Mən istəyirəm bundan sizin biraz da danışam. Anlamadıqsa yazın. Çünki bu çox şagirdin, bəlkə də bir 50%'dən çox şagirdin səhv eləyə biləcək sual tipidir. Mən bugün də biraz məntiqli, maraqlı suallar seçmişəm. Sabah sizin belə deyim, elə bir ki, o imtahana düşə biləcək orta suallara baxacam. Və bu 2 günün dərsini sanki fikirləşin ki, ətraflı yazılı telefondan tapşırıqlar üçün ayırdım.
Gəlir bir də bərabərsizliklərdə burada çaşa bilərsiniz. Bax məsələn x-i sizə verər -5 ilə 2. Bax bu 1. Burada tutaq ki versin -4 ilə -1. Bu 2. Burada da versin -5 ilə məsələn 9. Və belə. Desin ki x kvadratını analiz elə. Yəni kim deyər? Birinci sualda x kvadratı hansı ədədlər arasına düşər? Yazın hələ. Aktiv olun. Kvadratı yüksəldirəm. Hansı ədədlər arasında dəyişiləcək? Vüqar İsmailov, Abdullayeva xanım. Bax siz düz dediniz. Səbəb nədir? Bax nəyi fikirləşməlisiniz? Bayaqki misal tipindəndir sanki. Kvadrat ki gördünüz, düşünməlisiniz. Bu kvadratın öz məntiqi də var. Sıfırı ala bilirmi? Ola bilir. Bu ortada bu sıfır var axı. Deməli kvadratın öz məntiqinə görə bu sıfır ola bilir. Deməli sıfırdan böyük bərabər olacaq. Bəs yaxşı bunların kvadratlarını yüksəltsəm hansı böyük olur? -5'in kvadratı. Ona görə bu da 2 nə olacaq? 25. Baxın yadınızda saxlayın. Yuxarıdan aşağı keçidlər həmişə doğrudur. Aşağıdan yuxarı keçidlər səhvdir. Çünki kvadratın öz məntiqi də var. Yəni bir anlayışı var. Sıfırdan böyük bərabər olmalıdır. Amma bura baxın. Sual verirəm. Ortada sıfır var mı? Yoxdur. Ortada sıfır olmadığına görə x kvadratı böyükdür. Bu dəfə 1 olacaq. Kiçiyi 16 olacaq. Bəs sərhədlər də yerini dəyişəcək. Və yaxud burada sıfır var mı? Var. Onda kvadrat böyük bərabərdir. Sıfır olacaq. Amma bunların kvadratı hansı böyüdür? 81. Bu da ikisi olacaq 81'də. Yəqin ki anladınız. Deməli burada biz düşünürük ki ortada bu x sıfırı ala bilərmi? Bax o məntiqə fikir veririk. Ondan sonra davam edirik. Gəldik sonuncu suala. Sonra digər sual tiplərinə baxacağım. Deməli şagirdlər burada Viet teoremində nəyi bilməliyik? Viet teoremində nəyi bilməliyik? Bizə deyir ki hər iki kök mənfidir. Yadınıza salın hala. Hər iki kökün mənfi olması nəyə əsaslanırdı? Yəni bir tapmalıyam mı? Tapa da bilmərəm axı. Burada normal tapa bilmərəm. Çünki əmsallar da parametrdən asılıdır. Deməli şagirdlər biz Viet teoremini yazırdıq. x1 plus x2 bu eləyir 7 çıx 2. Çünki mənfi belə. x1 vurulsun x2 bu da budur. İndi nəyə yadıma salırdım? Deyirdim ki hər iki kök mənfidirsə onda cəm də mənfidir. Hər iki kök mənfidirsə diqqətli ol. Onda hasil müsbətdir. Bax 2 mənfi ədədi toplayanda mənfi alır. Amma 2 ədədi mənfi ədədi vuranda mənfi almır, müsbət alır. Deməli siz bu bərabərsizliklər sisteminə gəlirsiniz. Bax indi bunların bu tərəfini silirəm. Bu bərabərsizliklər sistemi olur. Buradan m tapsanız mənfiyə böldüyümüzə görə m böyüdü 3,5 olacaq. Sonra burada da vurğuları ayırırdıq, interval həll edirdik. Onda şərtlər bax intervalda diqqətli olun. -1, 4. Bura müsbət, bura mənfi, bura müsbət. Bizə müsbətləri lazımdır. Amma diqqətli olun, sözə fikir verin. Bu şərt daxilində. Yəni 3,5'dən də böyük olmalıdır. Ona görə ara düşür, bura düşür. Çünki də -1'nin sol tərəfinə düşə bilmir. Onda elə ümumi cavabı nə olur? M daxildir. 4 sonsuzluq. Yəni bu da məntiqi sualdır. Siz x1, x2'ni yəni görməyəcəksiniz hansı ədədlərdir. Sadəcə işarəsini bilirsiniz. Mənfi. 2 mənfini topladım mənfi. 2 mənfini vurdum müsbət. Məsələn biraz sizin Viet teoreminə uyğun suallar danışım. Hadi elə biz belə bir suala baxaq. Bunun x1 plus x2'si nə olurdu? -b bölü a olurdu.
x1 vurulsun x2 s bölü a olurdu. Bunu hamımız bilirsiniz. Sadəcə nəyə fikir verin? Diqqətli olun. Əgər sizə desək köklər qarşılıqlı tərs ədədlərdir. Kökləri qarşılıqlı tərs. Onda kim deyər? Orada hansı hadisə baş verəcək? Yəni nə yazacaq? Kökləri görmürsünüz ha? Nə olmasını görmürsünüz. Nə yazarsınız sonra? Bəli, tərs ədədlər qarşılıqlı tərs ədədlər hasil bir olan ədədlərdir təbii ki. Amma bir dənə də məntiq var. Məntiq bir dənədir, bir dənə də yerdə var. Bəli, Abdullah xanım, cəm də sıfırdan fərqli olmalıdır. Səbəb odur ki, sən tərs ədədləri toplayanda heç vaxtı sıfır ala bilməzsən. Cəm uşaqlar sıfır ola bilməz ha bir dənə. Cəm mənfi də ola bilər, müsbət də ola bilər, sıfır ola bilməz. Bunu bilin. Sonra sizə desək ki, köklər qarşılıqlı əks ədədlərdir. Tam yazmıram. İşarəci əks yox ha, qarşılıqlı əks. Onda nə yadıza düşər? Nə deməkdir qarşılıqlı əks uşaqlar? Qarşılıqlı əks məsələn 3-lə mənfi 3-də təbii ki. Onda bunları toplayanda nə verir? 0. Amma yenə də bir məntiqi var. Bəli, hasil mənfi. Niyə mənfi? Sən qarşılıqlı əks ədədləri bir-birinə vuranda mütləq mənfi ədəd alarsan. Biri müsbətdir, biri mənfidir. Buna diqqətli olun. Əla. Bu iki sual tipində biraz çaşa bilərsiniz. Diqqətli olun. Bir də məsələn bəzən sizə deyir ki, yalnız bir kök sıfırdır. Belə məntiqlər qururlar. Yəni nə demək istəyir? x1 sıfırdır, amma x2 sıfır deyil. Onda Viet teoremi nə hala düşər? Cəm sıfır olmaz. Fikir verin. Amma hasil mütləqi nə olar? Sıfır olar. Şərcilər, əlavə mesajlar yazmayın. Biz burada dərs öyrənirik. Famil. Bəs yaxşı, 4-cü sual. Bizə desək ki, hər iki kök sıfırdır. Hər iki kök sıfırdır. Onda o nə deməkdir sözü? x1 sıfırdır. x1 sıfırdır, x2 də nədir? Sıfırdır. Yəni sən toplasan da bunu mütləq sıfır almalısan, vursan da mütləq sıfır almalısan. Bax, belə suallarda, yəni belə sual nəyə deyirəm? Viet teoremində sözlə yazılan suallarda mütləq diqqətli olun. Yəni bir sualı analiz eləyin. Elə yalandan cəmi filan ədədə, hasili filan ədədə bərabər etməklə deyil, sizi çaşdıra bilərlər. Bir də Viet teoremi ilə əlaqəli olmayan Viet teoremin xatırladan sual tipləri var. Nədir o? Məsələn yazır m kvadrat minus 3m minus 10. 10 deməyim, lap bura məsələn 40 yazın. 40'ın da kökü var. 50 yazın. Deyir bu kvadrat tənliyin x nə yazıram? Deyir bir kökü m'dir. Bax birinci sual bayaqki kimi deyir m çıxılsın. Bax bir normal ədəd yazın. Onda bunu böyüdək. Bir maraqlı sual qurmaq istəyirəm. Deyir m çıxılsın 2 bölünsün m'i tap. İkinci sual. Məsələn deyir m kvadrat plus 4 bölünsün m kvadratını tap. Bax kvadrat tənlikdən danışır amma başqa şey istəyir. Üçüncü sual. Deyir ki m plus məsələn 2 m minus 9'u hesabla və yaxud da ki biraz bura başqa ədədlər yazıb biraz daha maraqlı edeyim. M plus tutaq ki 5 m minus 12'ni hesabla. Ha belə bir sual. Deyir bunu hesabla. Deməli siz burada, bəli indi mənim şagirdlərim lövhədə sizə əvvəl izah etmişəm. Siz burada kvadrat tənliyi kimi düşünməyin. Bax iki kökdən danışmır, bir kökdən danışır. Yəni Viet deyil. O gəlir bayaqçına. Yəni sənə deyir ki, x'in yerinə m qoyanda bunu alıbsan.
Onda buradan m'e bölsəm m çıx 7 çıx 2 bölüm nəyə bərabər olur? 0-a. M çıx 2 bölüm bərabər olur 7-yə. Bu bayaq tapdığımız kimi. İkinci bunu kvadrata yüksəldəcəksiniz. Olacaq 49 və yaxud da ki bundan istifadə edək. A minus b'nin kvadratı plus 2ab. Bu da olacaq 49 plus 4. Olacaq 53. Amma bu daha maraqlıdır. Bunu nə edirəm? Bunu mötərizələr vurub açıram. Onda mötərizələr açanda qalır m kvadratı çıx 7m çıx 60. İndi başarılar fikir verin. Bura fikir verin. Bax bizdə m kvadratı çıxılsın 7m nəyə bərabər idi? 2-yə. Baxın 2-yə bərabərdir. Çünki sağa atanda. Deməli bax bunun bu hissəsinə qədər olan yerə nə atacağım? 2. Deməli 2-dən də 60 çıxanda nə qalacaq? Mənfi 58. Yəqin ki bildik. Sonra sizə bir dənə də Viet teoreminə aid sual izah edim. Bura qədər bir sualınız yoxdur ki. Bir dənə də sual tipi izah edim sizə. Məsələn yazar ki x kvadrat plus a minus 3x plus məsələn 2a minus 7. Yazar ki a'nın hansı qiymətində x1 kvadrat üstəl x2 kvadrat, yəni sözlə də yaza bilər. Köklərin kvadratları cəmi ən kiçik qiymət alır. Yəni belə yazaq da bu minimumdan danışır. Deməli necə verər? Sözlə yazacaq. Bir kvadrat tənliyi verir. Deyir ki köklərin kvadratları cəmi ən kiçik olsun. Topluda vardı axırda 2-3 dənə sual. Maraqlı suallar silsiləsindəndir. Nə edərəm mən? Təbii ki buna Viet'e görə belə bir şey yazmağı tələb eləyərəm. Da yəqin ki bunu hamınız bilirsiniz. Yox, o qədər bəsit deyil. Tez 0 yaza bilmərik. İndi Viet teoreminə görə x1 plus x2 nə idi? Mənfi b böl a idi. Baxın bu b bunun yanındakı uşaqlar. X'in yanındakı əmsalıdır. x1 vurulsun x2 s bölünsün a idi. Deməli gətirirsiniz burada yerinə qoyursunuz. Bunu biraz yuxarı ataq. Qalsın burada baxın. Bunu gətirib yerinə qoyursunuz. Bu olur 3 çıx a'nın kvadratı çıxılsın 2 dənə bu. Diqqətli olun. Maraqlı hissəsi var bunun. Mötərizələri açırıq. Gəlir çıxır a kvadrat çıxılsın 10 a plus məsələn bunu məncə biraz daha çox böyük versəydim daha yaxşı olardı. Qoy məntiqli sual olsun. Deməli üstünə də nə alacağım? 34. Üstünə gəlinsin 33 olur. Bax belə bir şey olur. Bax indi biz nə almışıq? Almışıq x1'in kvadratı üstəlik x2'nin kvadratı bərabərdir a kvadratı çıx 10a plus 33. Bax sualda nə deyir? İki cür sizdən sual istəyə bilər. Ya deyər ki köklərin kvadratları cəmi ən kiçik olsun, ən kiçik qiymətini tap. Onda bunu bayaq öyrəndik. Ya y təpə ilə taparam ya da kvadrat ayıraram. Çox qəşəng səhv tutdunuz. Bura 43 yazmalıyıq. Ya da bax mən olsam kvadrat ayıraram. A çıx 5'in kvadratı. Çünki A-sının 2 misli 10'dur. Buradan da 25'i ayıranda 43'dən 25'i ayıranda nə qalacaq? 18 mi qalır? 18. Baxın diqqətli olun. Sizə desək ki köklərin kvadratları cəmi ən kiçik qiymətini tap. Onda biz nə dedik bayaq? Bayaqki suallarla bunun uyğunluğu çoxdur. Dedik bura 0 olabilirmi? Təbii ki olabilir. Onda cavabı nə qalacaq? 18. Ya da deyər ki A'nın hansı qiymətində bu tənliyin köklərin kvadratları cəmi ən kiçik olar? Yəni nə deyəcək? Bura nə olsun? 0 olsun ki yerdə 18 qalsın. Buranda 0 olması üçün a'ya nə qalırdı? 5. Anladınız? Və yaxud bir ifadəni yadınıza salın. Deyirdim nöqtə istəyəndə sizdən. Yəni a'nı istəyir, b'ni istəyir, c'ni istəyir. Bu ən kiçik qiymətlərdə. Deyirdim x təpəni tap. Yox, ən kiçik qiymətini tap desəydi. Qiymətini tap desəydi.
Onda deyirdim y təpəni tap. İndi məndən A-nı istəyir, yəni nöqtə istəyir, ona görə x təpə bəsdir. Bunun x təpəsi nə qədər eləyir? 5 eləyir. Anladıq? Əsma xanım, orada x1 plus x2 mənfi b bölü a-dır. Ona görə. Bax, belə suallar Viet teoremin maraqlı suallar silsiləsindəndir. Sonra, bir də bunu da sizə deyim. Məsələn, Viet teoremində belə bir sual gələ bilər. Yəqin ki, hamınız bunu tez görəcəksiniz. Kökünün biri 2 plus kök 7 olan və yaxud da ki, belə də yazar, 2 çıx kök 7 olan və yaxud da ki, nə bilim yazar, kök 7 çıx 2 olan. Nə deyir? Çevrilmiş rasional əmsallı kvadrat tənliyi tap. Uşaqlar, rasional əmsallı deyir. O rasional əmsallıda məntiq çoxdur. Çünki x kvadrat plus p vurulsun x plus q bərabərdir 0-da. Rasional əmsal o deməkdir ki, bu çevrilmiş kvadrat tənliyin a sonsuz da 1'dir. Bu b'si və c'sində kök olmasın. Bildiğin rasional ədəd olsun. Onda nə edərəm? Kökü yox eləyərəm. Necə kökü? Ataram bu 2'ni bu yana. Bu da çox gözəl üsuldur. Hər tərəf kvadratı yüksəldərəm. 2 kök yoxa çıxsın. İndi yığaram bir tərəfli. Oldu belə bir tənlik. Baxın, bu tənliyin əmsalları rasional ədədlərdir. Və çevrilmiş kvadrat tənliyidir. Niyə çevrilmiş kvadrat tənliyidir? A-sı 1'dir. Anladıq? Onun Vietlə də getmək olar, uzun gedər. Ehtiyac yoxdur ona. Ən gözəli budur. Kökü yox eləyirəm. Yox, o dediyin sadə olmur da. Sən orada əlavə Viet'i də yazırsan axı. Özdə qoşmada da çaşa bilərsiniz. Qoşma əslində kökün qarşısındakı ədədin işarəsi dəyişilir. Bu, həm də şagirdlər kompleks ədədlərdə də sizə lazım olur da bu üsul. Yadınıza salın. Məsələn, kompleks ədədlərdə deyirdi ki, bir kökü, nə bilim, bunu da ataq özümüzdən. 5 minus 3 olan bir kvadrat tənliyi qur. Yadınıza düşürmü belə suallar? Rasional əmsallı. Həqiqi əmsallı daha doğrusu orada deyir. Həqiqi əmsallı. Onda burada da nə edirdim? İni saxlayırdım bir tərəfli. Bax, bunlar bir-birindən çox oxşar mövzudur. Hər tərəfi kvadratı yüksəldirdim. Onda olur x kvadrat çıx 10x plus 25 bərabərdir mənfi 9. Çünki kvadrat kompleks ədədlərdə nədir? Mənfi 1'dir. İndi bunları bir tərəfli yığırdım. Bu da olurdu 34. Bunlar praktik üsullardır. Yəni daha tez tapırsınız da. Kvadratı yüksəltmək yaxı bitsin problem deyil. Yəqin ki, anladıq. Bir də, şagirdlər, bir də. Buna aid belə bir sual növü də sizə gələ bilər. Bax, sizi laf qorxudar. Yazar ki, x bərabərdir. Məsələn, 3 plus kök altında 2025 olarsa, yazar x kvadratı çıxılsın 6x, məsələn, minus 25'i tap. Belə bir sual verər. Onda nə edirsiniz? Bu daha da tez görünür. Hələ belə düşsə, belə düşsə maraqlı olur. Əslində baxın. X çıxılsın 7, x plus 7. X çıxılsın 13'ü hesabla. Bu belə düşsə daha maraqlı olar. Yəni belə sualların hamısının mahiyyəti kökü yox eləməyə gəlib çıxır. Onda nə edirəm? Atıram bunu bu yana. Hər tərəf kvadratı yüksəldirəm. Onda x kvadrat çıxılsın 6x bərabərdir nə qalır? 2017. 17 yox, 16. Müəllimiz toplama çıxmanı o qədər yaxşı bilmir. İndi bunu da vurub açırıq. Eləyir x kvadratı çıx 6x çıxılsın 91. Baxın bura. Bura nə qədərdir? 2016. Yerinə yazıram, alınır. Anladıq mı? Kökü yox etməkdən söhbət gedir. Yəqin ki, məsələn, bax, yadınıza gəlir, topluda belə suallar vardı. Bərabərdir 5 olarsa, filan ifadəni tap. O filan ifadəni onsuz da nəyə görə istəyir? Kökü yox et deyə istəyir, uşaqlar. Ona görə mən nə edirəm burada? Kökü bir tərəfli saxlayıram, bunları atıram bir tərəfli. Həmişə kökü yox edin.
Onda bunu kvadrata yüksəldin. Bu kvadrata yüksəldib kökdən azad etmə üsulu çox yerdə adamın qarşısına çıxır. Və hərfləri bir tərəfli yığın. Bu da eləyir -25. Bir də görsən yazır ki 11a çıxılsın a kvadratın tap. Deməli bu nə oldu? 25. Bu üsullar həmişə keçərlidir. Aydın oldu? Gəlin mən sizə bir dənə PDF açım bugün. Bir dənə bir yer. Şərtlər. Bir dənə bura baxın. Məsələn, bu keçən ilin buraxılış sualıdır. İndi mən bunu belə yığmışam. Baxın görək. Bu da həmin məntiqdir. Eyni məntiqdir. Keçən ilin buraxılış sualıdır. Özü də daha qəliz görünür də, görürsünüz. Nə edirik burada biz? Sadəcə, bax, çıx 4-ün, gəlin qırmızı ilə göstərim siz üçün. Çıx 4-ün üstündə 5 var, çıx 4-ün üstündə 2 var. Vuranda nə qədər eləyər? 7. 5 o da 2, 7. Və 7-nin də 7-ci dərəcədən, yəni bax A üstü 7, burada da 7. Bu nəyi verirdi bizə A-nı? Deməli buradan qalır x çıx 4 və x çıxılsın 2. Çünki vuranda qüvvətlərin hər birinin üstündə 7 eləyir. Bax eyni tiplidir. Bax keçən ilin buraxılış sualıdır. Özdə daha çox belə deyək də kobud görünür. Onda bunu vurub atsam qalır x kvadrat çıx 6x bölü 8. Baxın, x kvadrat çıx 6x nə qədərdir? 1. Deməli gətirib bunun yerinə nə qoyursunuz? 1. Bu da oldu 9. Anladınız? Bunlarla sizlə inşallah sabah davam eləyəcəm. Çoxlu suallara baxacağıq. Hamı sabah dərsə qoşularsınız. Sabah üzrə qarışıq suallar olacaq. Oradan buradan suallara baxacağım. Daha çox belə deyim ətraflı baxın ehtimallar. Belə suallara oradan buradan baxacağıq. Baxın yenə belə bir sual var. Bu bir daha da maraqlıdır. Olsun. Deməli nə edirik? X kvadrat bir çıxılsın x bizdə nədir? Baxın 4'dür. Deməli bax mən götürüb x kvadrat çıx x almaq üçün nə etməliyəm? Bax bu ikisini elə vuranda bir-birinə. Bura fikir verin. Bax bu ikisini götürüb bir-birinə vuranda alınır x kvadrat çıx x çıx 6. Bu ikisini götürüb bir-birinə vuranda alınır x kvadrat çıx x çıx 12. Bax əslində yenə deyirəm, qorxulu görünür amma məntiq ona əsaslanır. Bax indi fikir verin. Bura nə qədərdir? Bura nə qədərdir? Verib sənə 4. Deməli bu olur 4 çıx 6, 4 çıx 12. Deməli bax sürətdə 48 var. Məxrəcdə -2 və -8 var. Hesablayın. Cavab qalacaq 3.